Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə aybaşı sikli, aybaşı siklində baş verən proseslər, hormonlar miqdarının dəyişməsi, həmçinin hamiləlik zamanı, hamiləlikdə hormonların rolu, miqdarının dəyişilməsi haqqında danışacağam. Biz qarşımızda belə bir şəkil var, şəkil üzərindən danışacağıq sizinlə. Demək, bilirik ki, qadınlarda aybaşı sikli 20-30 gün arası davam edir. Amma dəstlikdə 28 günlük aybaşı sikli üzərində biz dayanırıq və nümunəmizdə də 28 günlük aybaşı sikli demək göstərilmişdir. Bu şəkildə 28 günlük aybaşı sikli müddətində bədən temperaturunun dəyişməsi, yəni daha doğrusu bazal temperatur nədir? Orqanların ola biləcəyi ən aşağı temperatur səviyyəsi. Bazal temperaturun dəyişməsi, hormon səviyyəsinin dəyişməsi, sonra demək ovulyasiya sikli, həmçinin də demək burada aybaşı fazasında uşaqlığın selki qişasına baş verən proseslərə toxunacaq. Əvvəlcə biz bir qədər əvvəldən başlayaq. Demək, hipotalamusdan başlayaq. Hipotalamusdan gonadotropin uyarıcı və yaxud da gonadotropin xəbərdarlıq edici deyək. Bir hormon əmələ gəlir. Həmin hipotalamusda əmələ gələn bu gonadotropin xəbərdarlıq edən və yaxud da necə deyim, gonadotropin əmələ gətirən hormonun təsiri ilə hipofizin ön payında, hipofizin önündə ön payı FSH və LH hormonları hazırlanır. FSH hormonu nədir? Follikul stimullaşdırıcı hormondur. Qısaca FSH. Bəs LH nədir? LH lüteinləşdirici hormondur. FSH və LH hormonlarının əmələ gəlməsi baş verir. Qayıdaq indi şəklimizə, görək əmələ gələn hormonlar hansı təsirlər göstərir? Burada hormonların səviyyəsi verilmişdir və burada bir şeyə diqqət edək ki, hormonların adları hansı rənglərlə yazılıbsa, burada dəyişimi göstərən xətlər də həmin rənglərlə göstərilib. Yəni buna diqqətli olaq. Baxaq. Hipofizin ön payında əmələ gələn FSH hormonu. FSH hormonu demək, yumurta hüceyrənin yetişməsini təmin edən hormondur. Biz xatırlama eləyək. Deyirdik ki, qadınların hələ qadın anasının bətnində olarkən yumurtalıqlarında yumurta hüceyrələr yaranırdı. Yetişməmiş yumurta hüceyrələr. Qız övlad dünyaya gələrkən onun hər yumurtalığına 400 min dənə yetişməmiş yumurta hüceyrə olurdu. Və aybaşı sikli dövründə də FSH hormonunun təsirindən həmin yetişməmiş yumurta hüceyrələrinin, belə desəm ki, yetişməsi prosesi baş verir. Və FSH hormonunun təsirindən yumurta hüceyrələri yetişir, həmçinin həmin o yetişməmiş yumurta hüceyrələri də hormon hazırlayırlar. Hansı hormonları? Estrogen və progesteron adlanan hormonları hazırlayırlar. Bu zaman estrogen çox, progesteron isə az miqdarda görürük. Progesteron azdır, estrogen çoxdur. Hazırlanır. Və bu demək, hormonlar, estrogen getdikcə miqdarı artır və onun miqdarının artması nəticəsində özdə baxaq, 14-cü günə yaxınlaşanda daha çox artıb. 14-cü günə yaxınlaşdıqca daha artıb. Demək, o miqdarı artdıqca həmin bu estrogen hormonunun miqdarının hipofizin ön payına siqnallar göndərilir. Hipofizin ön payında başqa bir hormon, lüteinləşdirici hormon deyilən ikinci hormon əmələ gəlməyə başlayır. Baxın, estrogen hormonu özünün ən yüksək səviyyəsində olduğu yerdə, elə lüteinləşdirici hormon da ən yüksək səviyyədədir. FSH-ın da əvvəlcə miqdarı azalmışdı, sonra isə burada da bir artım baş verib həmin günlərdə. Və
Lüteinləşdirici hormonun təsirindən ovulyasiya baş verir. Ovulyasiya nə idi? Yetişmiş yumurta hüceyrənin follikuldan xaric olması idi. Yetişmiş yumurta hüceyrə follikuldan xaric olunurdu. Bəs follikul boş qalırdı? Yox. Həmin follikula yağ damlaları yığılırdı. Həmin yerdən sarı cisim deyilən bir demək necə deyim, bir üzv müvəqqəti daxili sekresiya vəsitəsi əmələ gəlirdi. Müvəqqəti daxili sekresiya vəsitəsi bu hormon hazırlayırdı özü də. Onun da hazırladığı hormonlar yenə eyni ilə əvvəldə olduğu kimi progesteron və estrogen hormonları idi. Baxaq, ikinci 14 gündə indi progesteronun miqdarı çox, estrogenin miqdarı isə ona nisbətdə azdır. Yəni progesteron daha çox əmələ gəlir. Həm estrogen, həm də progesteronun təsiri altında uşaqlığın seriklik inşası qan damarları ilə zənginləşirdi. Orada demək çoxlu miqdarda mitoz bölünmələr baş verirdi. Qan kapillyarları ilə zənginləşirdi və həmçinin orada çoxlu miqdarda sel əmələ gəlirdi. Və əgər hamiləlik baş tutarsa, hamiləlik baş tutduğu halda progesteron çatdığı ən yüksək səviyyəni saxlayırdı. Estrogen də çatdığı ən yüksək səviyyəni saxlayırdı. Demək, endometriyada hansı qalınlığı almışdısa, o qalınlığı saxlayırdı. Amma lüteinləşdirici hormon və follikul stimullaşdırıcı hormon olan FSH hormonu, onlarda bir artım olmurdu. Onlar daha, belə desəm ki, qanda yüksək səviyyədə olmurdular. Yəni, onlar nəyi təmin edirdilər? Yadımıza salaq, onlar deməli, ovulyasiyanı təmin edirdilər, follikulun yetişməsini təmin edirdilər. Biz də bilirik ki, hamiləlik dövründə follikul yetişmir, ovulyasiya baş vermir. Əgər follikul yetişmirsə və ovulyasiya baş vermirsə, bu işi tənzim edən hormonlar niyə əmələ gəlsin ki? Yəni, əmələ gəlmir, onların bir rolu olmur burada. Ona görə də onlar əmələ gəlmirdilər. Amma progesteron və estrogen demək, əmələ gəlməkdə davam edirdi. İndi belə bir hal nəzərdən keçirək ki, hamiləlik baş verməyib. Hamiləliyə qayıdacağam. Amma burada belə bir şey düşünək ki, hamiləlik baş verməyib. Hamiləlik baş vermədiyi halda nə olur? Hamiləlik baş vermədiyi halda progesteron miqdarı azalır, estrogen miqdarı azalır. Təbii ki, bunların miqdarı azalanda artıq endometriyada yəni o uşaqlığın seriklik inşası artıq o qan kapillyarları ilə ki zənginləşmişdi. Artıq o qan kapillyarları orada qalmır. Onlar qopurlar, tökülürlər və uşaqlıqdan aybaşı fazasında qan şəklində xaric olunurlar. Aşağıda da onunla bağlı şəkil təsvir olunmuşdur. Yəni, xaric olunması, qanın xaric olunması uşaqlıqdan təsvir olunmuşdur. Və burada mən hamiləliyə keçməmişdən əvvəl bazal temperaturada bir toxunum istəyirəm, sonra keçim. Bazal temperatur dedi ki, orqanların ola biləcək ən aşağı temperaturdur. Baxaq. Siklin, aybaşı siklinin ilk 14 günündə dedik ki, estrogen hormonunun miqdarı çox idi. Estrogenin miqdarı çox olduğu halda, estrogen hökmranlıq elədiyi halda bazal temperaturu yüksəlməyə qoymurdu. Və bazal temperatur 37 Selsiyə çata bilmirdi. Yəni, onu yaxınlaşa bilmirdi o temperatura. Və hətta burada diqqət eləsək görərik ki, estrogenin miqdarının maksimuma çatdığı bu hissədə bazal temperatur ən aşağı səviyyəyə çatıb. Bazal temperatur ən aşağıdır. Amma ikinci 14 gündə progesteron çox idi. Progesteron çox olanda bazal temperaturda yüksəlmişdi və 37 Selsiyə çatmışdı. Sonra davam edək hamiləlik haqqında, hamiləlikdə hormonların rolu haqqında. Hamiləlikdə hansı hormonlar ifraz olunur, onun haqqında danışaq. Yəni, bu sarı cisimdə əmələ gələn progesteron və estrogen davam edəcək əmələ gəlməyə. Amma sarı cisimin özünü hansı hormonlar saxlayır, sonra doğuşa hansı hormonlar kömək edir, onlar haqqında da danışmaq istəyirəm. Burada belə bir hormon qeyd etmişik. Xorionik gonadotropin hormonu. Xorionik gonadotropin hormonu implantasiyadan sonra rüşem tərəfindən əmələ gələn hormondur. Yəni, xorionik gonadotropin hormonunun miqdarının
analizinə görə qanda və silikdə bu hormonun miqdarına görə hamiləliyin diaqnozunu qoyurlar. Yəni hamiləlik varmı, qadında yoxmu, bunu müəyyən edə bilirlər. Bu hormonun, xorionik gonadotropin hormonunun qanda və silikdə olan miqdarına görə. İndi bu hormonu dedik. Həmin bu hormon həmçinin təsir göstərildi nəyə? Bu hormonun təsirindən demək, sarı cisim necə deyim, özünü saxlayırdı. Yəni sarı cisim davam edirdi. Yəni sarı cisimin fəaliyyət göstərməsini təmin edən hormonlardan biri də bu hormon idi. Başqa bir hormon, məsələn, orada prolaktin hormonudur. Prolaktini də qeyd edeyim burada. Prolaktin hormonu südün ifrazını təmin edilir, məsələn, estrogenlə birlikdə. Həmçinin də sarı cismin o yerində qalmasını və hormon ifraz etməyə davam etməsini təmin edən hormonlardan biridir. Və sarı cisim nə vaxta qədər qalırdı? Sarı cisim qalırdı. Biz xatırlayaq ciftin əmələ gəlməsini. Cift nə zaman əmələ gəlirdi? 2-ci ayın sonunda. Nə zaman hormon ifraz etməyə başlayırdı? 4-cü aydan etibarən. Deməli, 4-cü aya qədər sarı cisim qalırdı. Bu iki hormonu qeyd edirik. İndi başqa hormonlar da ola bilər. Ancaq yəni, bu iki hormonu burada qeyd edilir. Prolaktin və xorionik gonadotropin hormonunun təsiri ilə. Və sarı cisim sonradan yerini ciftə verirdi və cift də hormon ifraz etməyə davam edirdi. Hansı hormonlar idi? Progesteron və estrogen hormonu. Nə qədər ki, progesteronun səviyyəsi yüksək idi, yəni o müddət ərzində uşaqlığın divarında olan əzəllər yığılmırdı. Və əgər həmin əzəllər yığılsa, belə desəm də, döl artıq qopardı, xaric olardı, yəni bir hamiləlik yarıda kəsilərdi. Amma bu hal baş vermir. Çünki buna progesteron imkan vermir. Amma hamiləlik bir proqramlaşmış bir prosesdir orqanizmdə və 9-cu aydan sonra artıq, yəni 9 aya çatandan sonra artıq cift, belə desəm ki, tədricən öz fəaliyyətini yekunlaşdırır. Və ciftdə əmələ gələn progesteron hormonunun miqdarı aşağı düşür. Progesteronun miqdarı azalır. Progesteronun miqdarı azalması ilə bərabər hipofizə bir siqnal gedir. Progesteron deməli azaldı. Progesteron azaldı, hipofizə siqnal getdi. Həmin siqnalın təsirindən hipofizdə oksitosin ifraz olunmaya başladı. Oksitosin harada ifraz olunurdu? Oksitosin hipofizin arxa payında ifraz olunurdu. Oksitosin hormonunun təsirindən uşaqlığın divarında olan əzəllər demək yığılmağa başladı və uşaq bu əzəllər köməyi ilə deməli yığılmasının köməyi ilə uşaqlıqdan xaric oldu və dünyaya gəldi. Və biz bilirik ki, uşağın yəni orada qidalanmasında südün böyük əhəmiyyəti vardır. Südün də ifrazında prolaktin hormonunun, oksitosin hormonunun rolu böyükdür. Həm də demək estrogen hormonunun həmçinin. Və prolaktin hormonunun təsiri ilə anada bir analıq hissinin, o övladına qarşı qayğının həyata keçirilməsi, övladına qulluq, övladın məsəl üçün necə deyim, qayğısına qalmaq, bütün bu analıq hissinə deməli formalaşmasında prolaktin hormonunun deməli rolu böyükdür qadınlar üçün. Bir daha xatırlamaq istəyirəm. Sonda deməli hamiləlik dövründə progesteron, estrogen və hipotalamusin gonadotropin uyarıcı hormonu, bu hormonların səviyyəsi yüksək idi, amma deməli lüteinləşdirici və folikul stimullaşdırıcı bu iki hormonun isə miqdarı aşağı idi. Amma nə zaman ki artıq doğum yaxınlaşdı, progesteronun miqdarı aşağı